Hal-hazırda qarşımızda çox sevdiyim ifaçı, hər zaman da mahnılarını sevə-sevə dinlədiyim Rəqsanə xanım İsmayılova. Salamlayırıq sizi. Salam, hər vaxtınız xeyir olsun. Hamınızı xoş gördük. Təşəkkür edirəm Rəqsanə xanım. 3 aylıq fasilədən sonra yenidən bir aradayıq. Maraqlıdır, 3 aylıq fasilədən sonra Rəqsanə xanım necə dönüş edir? Əvvəla hər kəs salamlayıram. Hər birinizi xoş gördük. Bilirsiniz ki, mən hal-hazırda çox çətin bir ağır dövrdən keçirəm və mənim üçün əziyyət çəkən, mənim üçün narahat olan hər kəsə ürəkdən öz təşəkkürümü bildirirəm. Və demək istəyirəm ki, mənim əzizlərim, haqqınızı mənə halal eləyin və çox sağ olun ki, həqiqətən də mənim yanımda oldunuz. Və ilk öncə onu da demək istəyirəm ki, düşünürəm ki, indən sonra hər şey mənim həyatımda daha yaxşı olacaq. Aha. Bu müddət sizin üçün nələri dəyişdi və özünüzə hansı dərsləri çıxartdınız? Mən düşünürəm ki, mən ailəmə və balalarıma çox lazımam və mən onların yanında olmalıyam və onlar mənim üçün çox müqəddəsdirlər. Mənim üçün ən yeganə bu dəqiqə varlığı olan evladlarımdır, ailəmdir. Və onlar necə mənim yanımda oldularsa, mən də ömrümün son gününə qədər istəyirəm onların yanında olum. İnsan həyatında çətin dövrlər bəzən sınaq olur. Sizin üçün bu 3 ay imtahan oldu, yoxsa yeniləmə bir dövr oldu? Bilirsən, Aysel, mən bir söz deyim. Mən ümumiyyətcə bu şeylərə təkrarən qayıtmaq istəmirəm. Aha. Onları mən yaşadım, mən gördüm və mənimlə də bitdi. Həm də mən ailəm də istəmir ki, mən hər dəqiqə bu haqda danışım və bunlara qayıdım. Ona görə düşünürəm ki, danışmasam da məni hər kəs çox yaxşı başa düşər. Aha. Əvvəla mən bir Azərbaycan qadınıyam və 4 uşaq anasıyam. Və mənim evladlarımın psixologiyası var, onların gələcəkləri var. İstəmirəm ki, bu onların yaddaşında qalsın, mən istəyirəm silinsin. Səhnəyə bağlı bir sənətçi deyək və çünki biz sizin mahnılarınızla böyümüşük. Moskva toyları, Azərbaycan toyları, demək olar ki, hər gün toydaydınız. 3 ay sənətdən uzaq qalmaq Rəqsanə xanım üçün çətin oldu, yoxsa asan? Yox, sözsüz ki, mən ancaq bir söz demək istəyərəm ki, buranı mənim əlimdən almayın. Aha, bura sizin yeriniz. Yəni, məni bu səhnəni məndən almayın. Mən həmişə burada olmaq istəyirəm. Aha. Və mən, bilirsiniz, mən kalendarla toya gedən müğənniyəm. Sənətə gəldiyim gündən də belə olubdur və mən həmişə də bütöv məclisləri idarə edirəm, bilirsiniz. Fevral ayına qədər artıq mənim proqramlarım doludur və məni başa düşən bu dönəmdə bütün toy sahiblərimə təşəkkür edirəm və Allah onların balalarını xoşbəxt eləsin və bu bir həyatda sınaq idi. Siz ki, məni başa düşdünüz, çox sağ olun və danışdığımız kimi də o bir məclislərdə əvəzini çıxacaq. Aha. Maraqlıdır, Rəqsanə xanımı Moskva toyları daha çox istədi, yoxsa Azərbaycan toyları? Azərbaycan toylarımız da var, yəni var idi proqramda. Amma mən Moskvada yaşadığıma görə, Rusiyada olduğuma görə bilirsiniz ki, mənim daha çox işlərim oradadır. İnşallah davam edəcəm. Biz sizin çətin dönəmlərinizdə haqqınızda xəbərlər, yaxşı mənada paylaşımlar edib sizi yada salanda kütlənin sizə olan sevgisini gördük və heç bir zaman sönməyən bir sevgi yaşandı. Bu sevgi sizi bugünkü gündə də sənət yolunuzda nələrə etməyə vadar edir? Bilirsiniz necədir? Mən insanları çox sevirəm. Mən xalqımızı çox sevirəm və bizim xalqımız çox, necə deyim, çox belə, hansı dildə deyim ki, çox mehriban millətik, biz çox gözəl insanlarıq. Biz həmişə büdrəyən insanlara dəstək olub yanında olmuşuq. Mən heç vaxt heç kəsə qarşı pislik etmərəm elə insanlara. Mən həmişə yaxşılıq tərəfdarı olmuşam, yaxşı insanlar. Ona görə də, amma bu dərəcədə insanların məni sevdiyini inanmırdım və mən onların qarşısına baş əyirəm. Çox sağ olsunlar və həqiqətən də çıxandan sonra onların o yazılarını, onların mənə dəstəyini görəndən sonra mən inanırsınız
özümü çox xoşbəxt, yəni mən təsəvvür edə bilmədim ki, mən bu qədər də onların ürəyində, mən nə bilim, hamının o qədər duaları, nə bilim, onların hamısının baş qarşısında baş əyirəm. Çox-çox təşəkkür edirəm onlara, çox minnətdaram. Daha çox yorumlarda diqqətimi çəkən məqamlar oldu ki, Rəqsanə xanım sənət dostlarına qapı açıb, qucaq açıb, amma bu günləri onlar səssiz qalıblar. Ümumiyyətlə sənət dostlarına, Rəqsanə xanıma dəstək gəldimi? Yəni dözümlü ol, güclü ol, hər şey yaxşı olacaq. Yanınızda kimlər oldu? Aysel, qoy mən bir söz deyim və buna da nöqtə qoymaq istəyirəm bu məsələyə. Yenə də deyirəm, bu haqda çox danışmaq istəmirəm. Sənət yoldaşlarıma gəldiksə, mən heç kəsdən incimirəm, heç kəsdən küsmürəm. Olan da sağ olsun, olmayan da sağ olsun. Həyatda hamımızın həyatında bir sınağımız ola bilər, hamımızın başına hər şey gələ bilər. Biz heç bir zaman heç bir şeydən sığortalanmamışıq. Biz də Allahın bəndəsiyik, biz də insanıq. Yəni ki, olacağa çarə yoxdur. Ondan qaçmaq olmaz. Deməli, bizim də qismətimizdə, mənim də taleyimdə olmalı nəsə var imiş ki, bu da oldu. Qismət. Heç kəsdən incimirəm. Həyatda kimsə heç nədən sığortalanmayıb. Sadəcə olaraq bilmək istəyərdim ki, Rəqsanə xanım bu sənətdə bundan sonra özünə dost bildiyi həmkarları olacaq, yoxsa artıq hər kəslə sadəcə olaraq salam sağ ol. Bilirsiniz necədir? Hamısını çox istəyirəm. Bu ürək sizdə var, mən inanıram. Tarixdim. Mən sizi çox istəyirəm Rəqsanə xanım, siz bunu bilirsiniz və mən hər zaman da demişəm ki, sizin böyük ürəyiniz var. Bu bir sınaq idi. İnşallah ki, qarşıda bizi gözəl yeniliklər gözləyir. Efirlər olacaqmı Rəqsanə xanım? Hal-hazırda çox böyük bir komanda ilə çalışıram. Çox sağ olsun bizim xalqımız, çox sağ olsun. Yəni çıxandan çoxlu böyük təkliflər gəlibdir. İşlərə başlayıram Azərbaycanda. Artıq qızım Aysunla bir klip çəkdik. Onu təqdim edəcəm. Gələn həftə yenə özüm bir mahnıya klip çəkdirirəm. Ancaq işləmək və konsertlər. İnşallah. Ayın 16-sı Tornadoda. İnşallah birinci konsertimizi Tornadoda olacaqdır. Ondan sonra Azərbaycanın bölgələrində, rayonlarda konsertlərimiz var. Yəni xalqımı sevirəm. Çox sağ olun ki, mən bu günümdə yəni bu çətin məqamlarda hamınız mənim yanımda oldunuz. Sizin hamınızı sevirəm. Nə yaxşı varsınız. Tolikin verilişində oldunuz və bəli. Növbəti efirlər gözləyirmi bizi yoxsa? Demək olar ki, bütün kanallarımızın hamısında öz musiqiçilərimlə bir yerdə canlı olaraq iştirak eləyəcəm. Çox darıxmışam. İnşallah. Övladlarınıza buradan sözünüz varmı? Bax, Rəqsanə xanım, Aysun xanım sizin üçün çox mücadilə etdi və sizi olan sevgisini sözlərlə yox, əməlləri ilə ifadə etdi. Bilirsiniz, deyir ki, ata-ana o vaxt xoşbəxt olur ki, evladları onların əziyyətini yerdə qoymur. Yəni, Aysun mənim dünyamdır. Və sadəcə olaraq mən düşünürəm ki, Aysunun çiyinlərinə çox ağır bir yük oldum. Və ona görə deyirəm ki, məni bağışlasın. Və bugün aləmə də çox minnətdaram. Bacım, yoldaşım Fazil müəllim, anam Adilə xanım, xalalarım, xalam qızları, demək olar ki, bizim bütün nəslimə, bütün qohum əqrabalarıma, yəni hamısına çox minnətdaram. Heç biri məni bir dəqiqə tək qoymadılar və mən ki, onların həmişə yanında olmuşam və onlar məni heç vaxt, yəni mənsiz onlar nəfəs ala bilməyiblər, mən düşündüm ki, və inanmırdım mənə bu qədər sevirlər. Yağmur heç vaxt ağlayan olmayıbdı. Yəni ona ağlamaq görməmişəm də. Yağmurun göz yaşlarını görəndə mən dəli oldum ki, sonra mamama telefonda dedim ki, mama, Yağmur məni nə qədər sevirmiş, heç təsəvvür edə bilmədim ki, qızım məni o qədər sevir. Yağmurla Aysun böyükdülər, qanırlar da, yəni, amma Mihrimahla Muhammed Əli Qayi, onlar balacadılar və mən həmişə diqqətim onların üzərlərində idi. Nə xoş ki, onların Fazil kimi ataları var. Yəni, Fazil onları belə qucağında saxlayıb mən çıxana qədər, yəni uşaqlara çox yaxşı baxıbdı. Amma yenə də olarsız mən, nə bilim, dəli kimi, dəliyə dönmüşdüm.
Sizin xatırlatma versək, hardasa bir neçə il bundan öncə efirlərin birində sizə sual vermişlər ki, daha çox hansı övladına bağlısan? Qeyd etmişdin ki, Aysun mənim dünyamdır. O xatırlatma bugün yenidə öz əksini tapdı. Mən sizə uğurlar arzu edirəm. İnşallah Çox ki, təşəkkür edirəm. Aysel, çox sağ ol. Mən səni çox istəyirəm. Deyir ki, həyatda çox insanlar görürük və çox insanlarla salamımız olur, çox insanlarla dostluğumuz yaranır. Ancaq bəzən seçim arasında qalanda, hansı sahədə olursan, o seçim arasında qalanda sənin həyatında seçiləsi insanlar olur. Bax, sən onlardansan. Təşəkkür edirəm. Var olun, dəyəriniz üçün, diqqətiniz üçün. Sağ olun.